Hər vaxtınız xeyir olsun. Mən bugün Qurban Bayramı üçün hazırladığım belə bir gözəl tortun yığılmasını və bəzənməsini sizlərlə də bölüşmək istəyirəm. Allah hər birimizin kəsdiyi qurbanları qəbul eləsin. Niyyətlərimizi hasil eləsin inşallah. Tort hazırlamaq üçün əvvəlcədən tortun biskvitlərini və kremini hazırlamışam. Tortu tərəzinin üzərində yığaram. Əvvəlcə ağ biskvit qoyub, üzərini şərbətli isladıram. Bu dəfə biskvitləri şərbətli isladıram. Sonra isə içərisinə karamellə krem əlavə edirəm. Ardından qovrulub doğranmış qoz ləpəsi, şokolad tikələri və karamel sosu əlavə edirəm. Sonra isə şokoladlı biskvit əlavə edirəm. Yenidən biskviti şərbətlə isladıram. İçərisinə krem əlavə edirəm. Eyni qayda ilə qoz ləpəsi, şokolad tikələri və karamel sosu əlavə edib tortu yığaram. Budur, tortu yığıb bitirdim. Soyuducudan çıxartdım. Tortu axşamdan yığmışam. İndi isə üzərini, kənarlarını qanaşlayıram. Qanaşladıqdan sonra tortu soyuducuya yerləşdirdim və üzərinə hazırladığım fiquru sizinlə bölüşürəm. Məftildən karkaz düzəltdim. Sonra isə karkazın içərisinə bu qayda ilə falqanı sıxdım. İndi isə falqanın üzərindən gel çəkirəm. Gel olmasa da bal çəkə bilərsiniz. Araya gel çəkdikdən sonra üzərinə mastika örtürəm. Görürsünüz ki, şəkər xəmiri əlinizə yapışır. Biraz nişasta əlavə edin əlinizə. Bu qayda ilə hər bir tərəfinə şəkər xəmiri örtürəm. İndi isə baş hissəsini hazırlayıram. Demək olar ki, baş hissəsi də hazırdır. Ağız hissəsini belə bir diləklə hazırlayıram. Budur, boynumuz demək olar ki, hazırdır. Qaldı gözlərinə qoyun. Və boyuna biraz dekor verim. Baş hissəsinə yumru şəkər xəmiri yumurlayıb əlavə edirəm. Qulaqlarına yapışdırdım. Çalışıram bütün xırdalıqları sizlərə izah edə bilim. Bilmirəm nə qədər izah edə bilirəm ya yox. İnşallah ki
yaxşı izah edərəm. Qurban qoyunu olduğu üçün qoçun başına buynuzları da yerləşdirdim. İndi isə bu qayda ilə qırmızı rəngdə bantlar yerləşdirirəm. Və kürəyinə xalatını örtdüm. Sonra isə qızılı rəngli kandüründən xalata biraz fon verəcəm ki, daha gözəl görsənsin. Fiquru bitirdikdən sonra tortun üzərinə qaymaq əlavə edirəm. Qaymağı bu qayda ilə tortun üzərinə çəkirəm. Artıq kremləri yığıb şpatellə tortun kənarlarını hamarlayıram. Üzerini çox da ideal formaya salmağa ehtiyac yoxdur. Üzəri onsuz da otlarla örtüləcək. Sonra isə belə bir uculuqdan istifadə edirəm. Və tortun üzərinə otlar vururam. Demək olar ki, otları da bitirdim. İndi isə tortun kənar hissələrinə otlar düzəcəm. İndi isə fiquru tortun üzərinə bu qayda ilə yerləşdirirəm. Sonra isə əvvəlcədən hazırladığım xırda-xırda gülləri tortun üzərinə düzürəm. Gülü biraz artıq, biraz da əski edə bilərsiniz, fərq etməz. Tortu düzüb bitirdikdən sonra tortun üzərinə yazısını yapışdırıram.